Salam uşaqlar. MHM 99 sınaq test toplusundan mövzu sınaq 5-in həllərinə baxaq. Birinci sualda deməli baxın, deyir ki, x bucağını tapın. Şəkil çəkirəm burada. A1 A2-yə paraleldir. Qeyd olunub şərtdə. Demək bizdən x bucağını istəyir. Bunu bir neçə yolla həll etmək olar. Amma mən baxın, gəlin bu xətti uzadaq. 140-ın qonşusu 40 dərəcədir. 40, bura olmalıdır 140. Niyə? Çünki daxili bir tərəfli bucaqlardır da. 140-ın qonşusu 40. 70, 40, 110. X-a nə qaldı? 180 olmalıdır da. 3 bucağın daxili bucaqları cəmi. 110-dursa 180 çıx 110. X-a qaldı 70 dərəcə. Birinci sual oldu A variantı. Deməli, ikinci sualda deyir ki, ədəd oxunda 11 ədədindən 13 vahid sağda yerləşən ədədin 3 mislini tapın. Belə deyək, ədəd oxun çəkək, bu sıfırdır. Sağ deyəndə biz üstə gəlirik. Sol deyəndə biz yəni mənfi tərəfləri nəzərdə tuturuq, sol deyəndə çıxırıq. 11 ədədindən 13 vahid sağ. Deyək ki, 11 burada yerləşir. 11-dən 13 vahid sağ dediyi üçün biz 11-in üzərinə gəlirik 13. Burada yerləşir 24. Bax, bu 24-ün 3 mislini soruşur. Yəni 24 vurulsun 3 eləyir cavab 72. Y bəndi. Demək, üçüncü sualda deyir ki, elə bir düzgün kəsir verilibdir ki, sürətini hansı natural ədəd yazılsa, bu kəsir sonlu onluq kəsir şəklində göstərmək olar. Sürətdə hansı natural ədəd yazılsa deyəndə bu nəyi nəzərdə tutur? Yəni demək istəyir ki, sürətdən nəyin olmasına asılı olmayaraq, məxrəc sonlu onluq kəsir şəklində göstərilsin. Sonlu onluq kəsir şəklində göstərmək üçün məxrəcim ya 2-lər olmalıdır, ya 5-lər olmalıdır, ya da 2 və 5 ikisi də bir yerdə ola bilər. Yəni sürətin məxrəcin vuruqları 2, 5 və 2, 5 ikisinin ümumilikdə bir yerdə. Bunlardan təşkil olunmalıdır. Baxıram ki, burada 34-də 17 var, 49-da 7 var, 52-də yəni 2-yə bölürük 26, 13 var, 60-da 3 var. Amma 32 B variantında 32-yə baxaq. 32 2 üstü 5 deməkdir. Yalnız 2-lərdən təşkil olunub. Onun üçün cavab olacaq B variantı. Demək, burada 4-cü sualda C ilə D paraleldirlər deyir. C düz xətti ilə D düz xətti paraleldir. Baxın uşaqlar, bunu bir neçə yolla yenə həll eləmək olar. Birincisi odur ki, tutaq ki, baxın, 2 dənə paralel xətti. Burada da bir neçə bucaq verilibdir. Deyək alfa, beta, gamma. Burada olsun fi. Baxın, 4 dənə bucaq veribdir. Bunların ümumilikdə cəmi alfa, beta, gamma, fi. Bu bucaqları toplayanda, baxın, 4 dənə bucaqdırsa, 180-ı vururuq biz n çıx 1-ə. N nədir? Yəni bucaqların sayı. 180 vurulsun, 4 bucaqdırsa 3. Eləyir 540. 4 bucaq olanda 180-i 3-ə vururuq. Hamısını toplayıb 540-a bərabər edirik. Burada 5 dənə bucaq verilsəydi, 180-i vuracaqydıq n çıx 1. Yəni 5 çıx 1, 4-ə. 180 vurulacaqdı 4-ə. 5 dənə bucaq olsaydı, bunun cəmi 720-dir. Baxın, indi bizə veriləndə 3 dənə bucaq var. Baxın, 3 dənə bucaq varsa, deməli bunları toplayanda 70-i, 150-ni və betanı toplayanda almalıyıq nə? 180 vurulsun, 3 bucaqdırsa 3 çıx 1, n çıx 1-dir də düstur. 180 vur, n çıx 1 düsturudur. Burada 3 bucaq olduğu üçün 180-i 2-yə vuracaq, eləcək 360. Buradan betanı tapacaq. Beta eləməlidir 140 dərəcə. Bir budur. Digər başqa necə yaza bilərik? Paralel düz xətt çəkməklə. Yəni, baxın, 150-dən bir paralel düz xətt çəkərəm. Buradan çıxır 150 dərəcə yazılan bucaqdan. Burada U qaydası var. U qaydası nə deməkdir? Baxın, U qaydası o deməkdir ki,
Bu bucaq alfa paraleldirsə bu xətlər bir-birinə, tutaq ki, CD yazdım, A, B nə olur olsun. Paraleldirsə U qaydası oldu ki, alfa ilə betanın cəmi 180 dərəcəni verməlidir bizə. Z qaydası var. Yenə tutaq ki, bura A düz xətt olsun, bura B düz xətt olsun. A ilə B paraleldirsə Z qaydasında bura alfadırsa, burada alfa olmalıdır. Baxın, indi burada biz birinci U qaydası qoyuruq. Bu bucaq 70-dirsə, deməli ümumi 150-dirsə, bax bura düşəcək 110. 110. 150'nin 110'u bura düşdü. Aşağı qaldı 40'ı da, düzdür. İndi burada da bir Z qaydası görürəm. Bura 40'dırsa burada olacaq 40. Aha, beta 40'ın qonşusudur. 180'dan 40 çıxacaq. Qonşu bucaqların cəmi 180 olduğu üçün betaya qalacaq 140. Paralel xətt çəkməklə də yazmaq olardı. Və yaxud da birinci dediyim 180 vurulsun n-1 qaydasıyla da yazmaq olar. Burada 5-ci sualda uşaqlar, deməli 4'ə bölünmədən alınan qalığı soruşur. 4'ə bölünmə son 2 rəqəm 4'ə bölünəndə ədəd 4'ə bölünür. Birincidə sonda 49'dur. 49'u 4'ə böləndə qalıq 1 qalır. Demək 43'dür ikinci ədəddə. 4'ə bölürəm, qalıq qalır 3. Ortadakı işarə vurmadır. 1 vurulsun 3. Mötərizənin çölündə kub var. Üstə 6 gəlirik. Burada 3'ün kubu eləyir 27. İstəsəz 27'ni məsələn 4'ə bölün. Alınan qalığın üstü 6 gəlin və yaxud da ümumi hesablayın. Bu 27'dir, bu da 6. Toplayanda nə qədər eləyir? 27 plus 6 33. İndi 33'ü aldığımız cavabı aparıb bölürük 4'ə. Görək qalıq nə qalacaq? 8, qalıq qalacaq 1. Və yaxud da dediyim kimi 27'ni 4'ə bölərdik. Eləyərdi nə? Qalıq 1. 1'in üstünə 6 gələrdik. Olardı 3 qalardı. Deməli 27'ni böldü 4'ə 3 qaldı. 3'ün də üstünə 6 gələndə eləyər 9. 9'u 4'ə bölündə yenə qalıq qalar 1. Bu şəkildə də deyə bilərik. Və yaxud da ümumi hesablayarıq da belə 33 eləyər. 4'ə bölərik, qalıq olar 1. B bəndi. 6-cı sualda məxrəci irrasionallıqdan azad etmək üçün qoşmasına vurmalıyıq. Sürəti də məxrəci də məxrəcin qoşmasına vurmalıyıq. Kök altında 3 çıxılsın 2'nin qoşması özünün müsbətidir də. Müsbət olsaydı mənfi olacaqdı qoşması. İrrasionaldan azad etmək, yəni məxrəci kökdən azad eləməkdir. Məxrəcdə kök qalmasın deməkdir. Dediyim kimi mənfidirsə, eyni şeyin müsbəti onun qoşmasıdır. Məxrəc nəyə vurulursa, sürət də həmin ədədə vurulmalıdır. İndi məxrəc olacaq A çıx B, A plus B, yəni müxtəsər vurma düsturu ilə kök altında 3'ün kvadratı çıxılsın 2'nin kvadratı. Sürət olacaq 3 vurulsun kök 3 plus 2. 3 çıx 4 eləyəcək mənfi 1 məxrəcdə. Yuxarıda da olacaq, cavab olacaq elə bir belə mənfi 3 vurulsun. Kök altında 3 plus 2. Bu cavab variantı olacaq mənfi 3 kök 3 çıxılsın 6 C bəndi. Demək, baxaq 7-ci suala. Orxan Elçin deyir ki, deyək Orxan pulunun 25%-ni Elçin pulunun 25%-ni Orxana verərsə, Orxanın pulu 50%. Mən Elçinin də Orxanın da nə qədər pulu olduğunu bilmədiyim üçün Orxana deyək X, Elçinə deyək Y. Baxın, deyir ki, Elçin pulunun 25%-ni Orxana verir. Elçinin pulu Y manatdır. 25% nə qədər olacaq? Y-in 25%. Y vurulsun 25 bölünsün 100. Eləcə Y bölünsün 4. Yəni 4'də 1'in verir Orxana da. O verəndə bu artır. Üzərinə gəlirik. Y böl 4'ü. Y-in 25%-ni tapdıq. Deyir, Orxan pulu 50% artar. Baxın, əvvəl Orxan pulu X manat idi. X manat 100% idi. İndi X plus Y bölünsün 4 oldu. Bu 50% artdı nə deməkdir? Yəni bu X-i vururuq %150'yə də 50% artında %150'yə vururuq. Əvvəlki pulu 50% artdı. Bunu buradan hesablaya bilərik. Deməli %150 X çıxılsın X, X-i keçirdirik digər tərəfə. %100 X kimi yazıram ki, rahat görə biləsiniz. Bərabər Y bölünsün 4'ə. Bu necə 50 X bölünsün 100 bərabərdir Y böl 4'ə. Bu 1, bu da 2. 2 ilə də 4 gedəcək, bura qalacaq 2. Y bərabər olacaq 2X-a. Y bərabər 2X tapdıq. Y biz kimə demişdik? Elçinə, Elçinin puluna. Bizə nə soruşur? Deyir, əvvəlcə Elçinin pulunun Orxanın əvvəlcə Elçinin pulu Y idi, Orxanın da pulu X idi. Y-in X-a nisbətini soruşur. Y 2X-dır. 2X-ın X-a nisbəti X-lar gedir, qalır 2 böl 1. Cavab olur B bəndi.
8-ci suala baxaq. 11 sinifində 39 şagird oxuyur. Bunu düsturla yazacağam. Diaqramla da yaza bilərəm. Düsturla yazıram. 39 şagird ümumi şagird sayıdır. Yəni N2 çoxluqdan gedir söhbət. İdman və musiqi. Birinə NA deyək, birinə MB deyək. Ümumi, yəni A ilə B-nin birləşməsi hamısı da, yəni 39 nəfərdir. Hər biri idmana və musiqiyə gedir. NA olsun idmana gedənlər, NB olsun musiqiyə gedənlər. Deyir ki, idmana gedənlər musiqiyə gedənlərin sayından 4 dəfə çoxdur. Musiqiyə gedən X-dırsa, idmana gedən 4X-dir. 6 nəfər şagird isə hər ikisinə gedir. Hər ikisinə gedən yəni kəsişmədir. A ilə B-nin kəsişməsi də 6-dır. Düsturumuz belə idi. N, A birləşmə B bərabər NA plus NB minus N A ilə B-nin kəsişməsi. Deməli, burada N A ilə B-nin birləşməsi 39. 39 bərabərdir 4x plus x çıxılsın 6. 3x çıxılsın 6 bərabər 39-a. 3x bərabərdir 45-ə. X bərabərdir 15-ə. Yalnız idmana gedənlər. Yalnız idmana gedənlər. Biz 15 tapdıq. MB 15, NA oldu 60. Öncədən biz NA nə idi? İdmana gedənlərin sayı musiqiyə gedənlərin sayından 4 dəfə çox idi. Burada 60 olmalıdır. Cavab yoxdur. Baxaq, nəyə səhv elədik? Burada mən üzr istəyirəm. 4x-dan x-i toplayanda mən 3x yazmışam. 5x olmalıdır. X 9 olur. 4 9'um 36. Bu da 9. Bize deyir yalnız idmana gedənlər 6 nəfər hər ikisinə gedən var da. Yəni idmana gedənlər biz A-ya idman demişdik, B-yə musiqi demişdik. 36-dan hər ikisinə gedənləri çıxırıq. Yerdə qalır 30 nəfər sırf idmana gedənlər. Cavab B bəndi. Baxın, burada 9-cu sualda deyir ki, BC KD-yə paraleldir. AY maili KD ilə 60 dərəcəli bucaq əmələ gətirir. Yəni, bura olur 60 dərəcə. Əgər bu xətti biz sona qədər uzatsaq, bura perpendikulyardırsa, paralel xətt olduğu üçün burada perpendikulyardır, yəni 90 dərəcədir. Onda bu da olur 90 dərəcə. 90, 60 A bucağına qalır 30 dərəcə. Variant A. Deməli, M olacaq 3,7-də 3 verilib. N-i yaza bilərəm. 3,9-da 7. K-da olacaq 3,8-im 24. 3,8-də 3. Hamısı 3 olduğu üçün tam hissələr. Kəsir hissələri müqayisə edəcəyik. 7-də 3. 9-da 7. 8-də 3. 3, 7, 3. Sürətləri məncə bərabərləşdirsək daha yaxşı olar. Hər tərəfi burada 7-yə vuracağım. Bu olacaq 21-də 49. 3-ə vuraram. 3, 9-um 27-də 21. Burada da 7-yə vuraram. 7, 8-im 56, 3, 7-im 21. Sürət bərabərləşdi. İndi 27-də 21. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyük olur da. N böyükdür M-dən. M də böyükdür K-dan. A variant. 11 rahat sualda kəsişməyini istəyir. Yəni hər ikisində olan. Bu K-da 1-13 aralığındadır. 1 ilə 13 daxil deyil. A-nı da yuxarıda yazıb. Bu aralıqda olacaq 2, 3, 5, 7, 9. Hər ikisinin içində olanları yazdım. Yox, 2 yoxdur A-da, üzr istəyirəm, 2 yoxdur. A-da 2 yoxdur. 3'dür, 5'dir, 7'dir, 9'dur. A-da olanlar burada var. 1 yoxdur da, bir də bir daxil deyil işarəsi yoxdur. Burada olsaydı 1'i götürərdik. Ona görə bunlar saydı soruşur 4 dənə A variantı. 6 tam kök altında 6 ədədin kəsir hissəsini soruşur. Ümumiyyətlə ədəd, tutaq ki, məsələn yazıram 2 tam 4-də 3. Müəyyən bir ədəddir. Nəyə bərabərdir? Tamı ilə kəsirinin cəminə. Bunu yazanda belə yazırlar ki, A ədədi bərabərdir. Tamla kəsirin cəminə də, yəni yazılış olaraq bu cür deyəcək. Tamla kəsirin cəminə bərabərdir. İndi bizə verilən ədəd 6 kök altında 6'dır. Bu bizim ədədimizdir. Mən tam
tamın tapmalıyam. Kəsri tamın olduğunu müəyyən edə bilərəm. Amma mənə kəsr lazımdır. Bunu bir dənə kök altına salsaq, 6 6 36, yəni 6-nın karıdır, vur 6 kimi kök altına salırıq. Olur 36 vur 6 216. 216 yerləşir. Deməli 14 ilə 15 arasında. Niyə? Çünki 14 kök altında 196'dır. 15 də kök altında 225'dir. 196 yəni 225 arasında 216 var. Yəni 14 ilə 15 arasında. Təxminən 14 ilə 15 arasında tam nədir? 14 tam neçəsə də. Yəni tamı 14 kəsr hissəsini axtarırıq. Çünki bizə deyir kəsri tapın. Plus x yazıram. Buradan da x-i tapanda olacaq 6 kök altında 6 çıxılsın 14. 14 keçirik bu tərəfə. 6 kök altında 6 çıxılsın 14 olacaq A variantı. Baxa 13-cü suala. 13-cü sualda uyğun tərəfə paralel olan bucaqların nisbəti verilibdir. Cəmləri 180 dərəcə olacaq. 5K plus 3K bərabərdir 180-ə. 8K'mız 180'dır. K olacaq 180 bölünsün 8. 2 8'im 16 20. 2 8'im 16 4 0 atıb vergül qoyuruq. 5 8'im 40. 22 tam onda 5. Bu bucaqların deyir fərqini tapın. 22 onda 5'i 5'ə və 3'ə vuracağıq. Sonra çıxacaq da bir-birini. 3'ə vuranda 67 tam onda 5. 5'ə vuracağıq. 112 tam onda 5'dən 67 tam onda 5'ə çıxacaq. Cavab 45 B variantı. 14-cü sual qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Əbubu 1'dir. M vur N-i 1'ə böləndə elə M vur N eləyir. Cavab Y bəndi. 15-ci suala baxın, rənglənmiş hissə A ilə B-ni əhatə eləyir. Bir dənə C-yə aid olan hissə rəngli deyil. Yəni A ilə B-ni birləşməsindən C-ni çıxardır. Cavab B bəndi. 16 deyir, onluq kəsirini ifadə edin. 3 ilə 60 ortaq məxrəc 60'dır. 3'ü 60 eləmək üçün 20'yə vurmalıyıq. 2'ni 20'yə vurduq 40. Plus 5. Oldu. 60'da 45. O da ixtisara aparsaq 15'ə. Yuxarıda 3. Aşağıda 4. 4'də 3. Siz 25'ə vurun. Tam rahat görə bilin. %75 deməkdir. Yəni 0 tam %75. Onluq kəsirindən ifadə etdik. 17-ci suala baxaq. Bunu baxın, iki yolla həll etmək olar. Birinci, az öncə dediyim kimi Z hərfi olanda paralel xətt bura alfadsa, burada alfa olur. U hərfi olanda paralel daha bunlar. Yəni deyirəm, hər dəfə deyirəm ki, alfa ilə betanın cəmi 180 dərəcə olur. Buradan bir dənə xətt çəkərik. Bu hissə alfadırsa, onda burada olar alfa. 140'dan bu hissəyə düşdü alfa. Baxın, indi burada bir U hərfi yarandı. Bu hissəyə 90 düşüb. 180 olması üçün 90 çatmır. Bax, bura oldu 90. 140'dan 90'a yazdıq. Alfa nə qaldı? 50. Ümumiyyətlə 140 deyək. Bura 50'dirsə, onda alfa da 50'dir. Bu birinci yol. Alfanı tapdıq 50. Sadəcə bir xətt çəkdik. Bir Z hərfi yarandı. 50, 50, 90, 92'si bir də 180 olmalıdır. U hərfi deyək. Baxın bu. Ona görə bu iki yol. İkincisi bayaq dediyim kimi də, baxın, paraleldirsə bunlar, burada neçə dənə bucaq verilirdisə, yazmışdıq buna aid alfa, beta, gamma, fi, dedim 4 də bucaqsa 180'da vurun, n çıx 1'ə, hamısını toplayın, bərabər edin, 180 vur, n çıx 1'ə. İndi baxın, bunu bir də uzatsam, bu hissə alfadsa, bura qalacaq 180 çıx alfada, qonşu bucaqdır yaxı. İndi 180 çıx alfanı, 140'ı, bir də 90'ı toplayıb nəyə bərabər edəcəyik? Baxın, bir də 3 dənə bucaqdırsa 180 vur n çıx 1. Yəni 180'da vuracaq 3 çıx 1 2'yə eləcək 360. Bərabər edəcək 360'a. 60'ı yuxarıda yazdım. Hesablayacağıq bu deməli bunları topladım. 180, 140, 90, 410 elədi. 410 çıxılsın alfa bərabərdir 360'a. Buradan alfa edəcək nə qədər? 410 çıxılsın 60, 50 dərəcə. Yəni bu şəkildə də yaza bilərsiniz. Cəmləri topladıq. 180 çıx n çıx 1'ə bərabər etdik. Və yaxud da 2 dediyim kimi də. 18'də həndəsi ortanı soruşur. Həndəsi orta neçə dənə ədəddirsə, kök altında 6 vur 8, 2 dənə ədəddirsə dərəcəyə yazın 2. 3 dənə ədəd olsaydı burada dərəcəyə 3 yazacaq.
Bu da oldu kök altında 48. Bunu 16 vur 3 kimi də yaza bilərik. 16'dan 4 çıxar, 3 qalar kök altında. 4 kök 3 də deyə bilərik cavabı. 19'a deyir neçəsi irrasionaldır. İrrasional kök altından çıxmayan ədədlərə pi-yə, y-yə bunları deyirdik də biz. Burada kök altında 2-dir kökdən çıxmayan. Sonra 4 çıxır, 3 onda 5 getdi. 1/4-də 2 o rasionaldır. Pi. Kök altında 9'dan çıxır, 3/1-də heç. Burada çıxmayan kök altında 2-dir, bir də pi-dir. Yəni kökdən çıxmayan ədədlər bir də pi, bir də y ədədi. Bunlar deyildi. Biz irrasional ədəd kimi 2-dən. Baxın, deyir, müəssisənin məhsuldarlığı 25 tondan 30 tona qalxdı. Belə olanda fərq bölünsün birinci də deyə bilərsiniz və yaxud da deyə bilərsiniz ki, hansının yanında dan şəkilçisindən istifadə olunursa o. Vurulsun 100%. 25 tondan 30 ton. 25 tondan 30 ton arasındakı fərq 5'dir. 25 tondan dan şəkilçisi dediyimiz 25'dir. Və yaxud da iç 25 olub da, yəni iç birinci çəki nə olubsa o. 25 vurulsun 100. Bu 1, bu da 5. 5'dən də 100 ixtisar gedir, cavab olur 20. 80-dan cüt natural bölən sayı. Cüt deyəndə cüt ədədlər 2-yə bölünən ədədlər nəzərdə tutulur da. 180'da 2-yə bölürsüz eləyir nə qədər? 40. Yəni 40'ın sizdən natural bölən sayını soruşur. Cüt deyəndə verilən ədədi 2-yə bölün, aldığınız cavabı sadə vuruqlara ayırın. 40'ı necə yaza bilərəm? 8 vur 5 kimi. 8 2 üstü 3'dür, bu da 5. Bax, bunun bizə natural bölən sayını soruşur. Qüvvətin üzərinə 1 gəlib bir-birinə vururuq. 4 vur 2, 8. Bu qədər. Bir də ola bilər tək natural bölən sayında deyərdi. Tək natural bölən sayını deyəndə, məsələn, elə 80 desək ki, tək natural bölən sayını tapın. Onda baxın 2 üstü 4 vurulsun 5 bu şəkildə yazırıq. Cüt nə varsa çıxırıq. Yerdə qalan tək götürürük. Təkin də qüvvəti 1'dir. 1 plus 1 tək natural bölən sayını bu şəkildə tapırıq. Yəni cütləri çıxıb ancaq təkləri saxlayırıq. İstənilən bir ədəd üçün bunu tətbiq edə bilərik. Cütləri çıxırıq, təki saxlayırıq, natural bölən sayını tapırıq. Amma cüt natural bölən sayını deyəndə 80 məsələn deməsin, istənilən bir ədəd desin. Həmin ədədi 2-yə bölün, aldığınız cavabın natural bölən sayını tapın. 22-ci suala baxırıq. Burada baxın. 1 plus 8'də 1, 1 plus 8'də 3. Yəni 8'də 1, 8'də 3, 8'də 5, 8'də 7 bunlar toplama ilə gedir. Cütlər 1 çıx 8'də 2, 1 çıx 8'də 4, 1 çıx 8'də 6, 1 çıx 8'də 8. Baxın 1 çıx 8'də 8. Bunlar da çıxma ilə gedir. Burada 1 çıxsın 8'də 8'i gördük. 1 çıx 8'də 8 0 deməkdir. Hamısı da hasildir. Yəni 0 varsa hasilin içində deməli cavab 0'dır. 23'ə baxaq. Televizorun qiyməti 20% bahalaşandan sonra yeni qiymət 20% artırıldı. Televizorun qiymətinə deyək 100 manat. Yəni 100 manat bunun 100% qiyməti idi də. 20% bahalaşanda 120 manat olur da, düzdür? Yəni 120 manat olandan sonra yeni qiymət, yəni bu 120 manatdan gedir söhbət. 120 manat yenidən 20% artıb. 120 manat 20% artmaq nə deməkdir? 120'nin 20%'ini tapıb aldığımız cavabı 120'nin üzərinə gələ bilərik və yaxud da 120'ni 20% artıranda 120'yə vururuq. Sıfırlar gedir, olur 144. İndi baxın, bayaq 100 manat olanda 100% idi. İndi oldu 144 manat. Neçə faiz artdı? Görünür də 44% artıb. Baxın 24-cü sualda cəm 0'a bərabərdir. Cəmdəki ifadələr biri kökdür, ikisi də moduldur. Bilirik ki, kök altı ifadə ən kiçik 0 ala bilər. Modulda elə ən kiçik 0 ala bilər. 0'dan başlayır, yəni müsbət alır da, belə deyim. Burada cavab 0'dırsa ancaq biz bunların hər birinin ayrı-ayrılıqda 0'a bərabər götürürük. Buradan y olur 3. X çıx 3'ü 0 götürürük. X olur 3. 2b plus 8'i də 0 götürürük. 2b olur -8, b olur -4. Yerinə qoyub hesablayırıq. -4 plus 3 çıx 3. Cavab olacaq -4. Sonuncu 25'ə baxaq. X müsbətdir, y mənfidir. Bir də lap özümüzdən ədəd də deyə bilərik. X-a 1 deyək, y-ə -1 deyək. Gedək görək modulda x çıxılsın, y modulun içərisində müsbət alınır, mənfi alınır. 1 çıxılsın, -1. Aldığımız cavab müsbət ədəd oldu. Deməli modulun içərisi müsbətdirsə, çölə olduğu kimi çıxacaq. X çıx y çıxılsın.
Bura 2y çıx x-dir. 2-ni mənfi 1-ə vuranda mənfi 2 edir. Mənfi 2-dən 1 çıxanda aldığımız cavab olur mənfi. Modulun içərisindən aldığım cavab mənfidirsə, deməli yerini dəyişib çıxartmalıyam. 2y çıx x-dırsa, x çıx 2y kimi çıxartmalıyam çölə. Mötərizədə yazmaqda məqsədim qarşıdakı mənfidir. Sonra keçirik növbəti modulda y çıxılsın 2x verilibdir. Yenə də mənfi 1 çıxılsın 2 birim 2 edir. Görürük cavab mənfidir. Cavab mənfidirsə yenə də yerini dəyişib çıxartmalıyam. Y çıx 2x-dırsa biz 2x çıx y kimi çıxarırıq çölə. Bu olacaq x çıxılsın y çıx x plus 2y mənfiyə görə açdım. Plus 2x çıxılsın y. Həll edirik və cavab olacaq. X'lar getdi. Mənfi y plus 2y oldu y. Y-dən də y çıxdıq 0. Y qalmadı. Baxın. Y-lər getdi. Bir dənə 2x qaldı sonda cavab. Belə mövzu sınaq 5-in sonuna gəldik. Aydın olmayan, başa düşmədiyiniz nə olsa ayrıca soruşa bilərsiniz. Şəxsdə yazıb soruşa bilərsiniz. Bu qədər. Növbəti sınaqlarda hər biri bir-bir yerləşdiriləcək kanala. Sağ olun.